Bir ölkə düşünün, kiçik, lakin dünyanı dəyişəcək qədər təsirli. Bir ölkə düşünün, texnologiyada öncül, amma gündəlik həyatında bombalardan qorunan uşaq məktəbləri olan. Bu gün sizə göstərilərdən çox uzaq olan İsrailin əsl siması haqqında danışacağıq. Qapalı cəmiyyətlər, açıq savaşlar, texnologiya içində ruhani həyat, casuslar və gündəlik təhlükə, bunların hamısı bir yerdə, bir ölkədə yaşanır. Hazırsınızsa başlaya bilərik. İsrail dünyada hər bir nəfərinə düşən startup şirkətləri ilə rekord qırır. Burada texnologiya sadəcə bir rahatlıq vasitəsi deyil, həyatın özüdür. Ən böyük innovasiyalar Waze naviqasiya sistemi, mobilya, avtomatik idarəetmə üçün sensorlar, kiber təhlükəsizlik alqoritmləri məhz buradan çıxır. Səbəb bəs nədir? Çünki burada hər bir gənc 18 yaşında ordudan keçir. Hərbi xidmət kompüter qarşısında kod yazmaqla başlayır. Bu orduda sadəcə silah deyil, zəka yetişdirilir. Mossad dünyanın ən qorxulan casus şirkətlərindən biri. Onların şüarı belədir: hilə ilə savaş. Yaxın tarixdə İranın nüvə proqramında çalışan alimlər, Avropada yaşayan mühacirlər, hətta Afrikada silah daşıyan vasitəçilər hədəfə alındı və susturuldu. Amma bunlar sadəcə medianın bildikləridir. Gerçək əməliyyatlar adları belə bilinməyən yerlərdə aparılır. Hər bir İsrail vətəndaşı öz həyatında Mossadın bir kölgəsi ilə yaşayır. Bəzən bu qoruyucu, bəzən isə xəbərdarlıqdır. Qüds şəhəri, yəni Yerusəlim, bəlkə də dünyanın ən müqəddəs, amma ən parçalanmış şəhəridir. Burada hər küçə, hər daş bir inancı təmsil edir. Qərb divarı yəhudilər üçün müqəddəsdir, Əl-Əqsa məscidi müsəlmanların Qüdsdəki qibləsidir. Bir də var Sepultura kilsəsi, xristianların ən əziz ibadətgahıdır. Ancaq bu yerlər arasındakı məsafə bir neçə dəqiqəlıq gedişlə olsa da, əldə edilən rahatlıq 10 illərlə əldə edilə bilmir. Əsgərlər bu küçələrdə silahla gəzir. İbadət edən insanlar hər an bir partlayışdan qorxur. Dini harmoniya gerçək deyil. Burada səssiz bir müqəddəslik və çox səssiz bir münaqişə var. Tel Aviv sanki başqa bir ölkədir. Dünyanın ən azad həyat tərzlərinin yaşandığı, LGBT yürüşlərinin milyonlarla insanı topladığı, musiqi festivallarının səhərə qədər sürdüyü bir şəhər. Amma sual budur: bu qədər sərbəstlik, bu qədər təhlükənin olduğu ölkədə necə mövcud ola bilər? Cavab isə sadədir. İsraildə hər bir insan öz azadlığı üçün savaşır. Kimisi dua ilə, kimisi musiqi ilə. Amma hər iki halda günah və iman eyni torpaqda dincəlmədən mübarizə aparır. İsrailin bəzi bölgələrində texnologiya haram deyən yəhudi cəmiyyətləri yaşayır. Smartfon qadağandır. Qadınlar küçədə baş açıq görünə bilməz. Təhsil sistemləri dövlət təhsilindən kənardır. Haredim adlanan bu toplumlar dövlətin iqtisadi yükünü paylaşmasalar da, dövlət siyasətinə böyük təsir göstərirlər. Parlamentin çox hissəsində onların təmsilçiləri var. Onlar demokratiya içində qapalı teokratiya qurublar. Fələstin və İsrail arasında olan gərginlik təkcə səma və torpaqla məhdudlaşmır. Yerin altı yeni savaş meydanıdır. Qəzzadan İsrailə doğru qazılmış onlarla tunel həm silah keçirmək, həm də hücum üçün istifadə olunur. İsrail bu tunelləri tapmaq üçün xüsusi robotlar, süni intellekt və termal sensorlardan istifadə edir. Bu, insanla maşının yeraltı savaşıdır və orada döyüşənlər görünməsə də nəticələr yerdə görünür. İsraildə hər bir evdə qorunma otağı var. Hər məktəbdə sığınacaq.
Uşaqlara kiçik yaşdan öyrədilir. Raketa xəbərdarlığı səsi eşitsən 30 saniyə sığınacağı qaz. Bu sadəcə təhlükəsizlik planı deyil. Bu psixoloji bir yükdür. Bir uşaq üçün ən böyük qorxu oyun oynayarkən bombanın səsi ilə böyüməkdir. Amma buna baxmayaraq, İsraildə ailələr bir yerdə qalır, həyat davam edir. Əsl dözümlülük budur. Şabbat. Hər cümə axşamı gün batdıqdan sonra İsraildə həyat dayanır. Telefonlar sönür, TV-lər bağlanır, qapılar kilidlənir. Ailə bir masa ətrafında toplanır. Duadan sonra birlikdə yemək yeyilir. Bu bəlkə də dünyanın ən texnoloji ölkəsində ən mənəvi saatlardır. Bir gün texnologiyadan uzaq qalmaq burada həyatın əsas fəlsəfəsidir. İsrail sadəcə bir ölkə deyil, o eyni anda ən müasir və ən qədim, ən açıq və ən qapalı, ən sakit və ən partlayıcı bir yerdir. Burada hər daşda bir sir yatır, hər göz baxışında bir qorxu, amma eyni zamanda inan var. İndi siz düşünün, sülh içində görünən bir ölkədə bu qədər gərginlik necə yaşanır? Yoxsa bu ölkə gərginliklə sülhü bir yerdə yaşamaq bacaran yeganə yerdirmi? Videonu bəyəndinizsə abunə olun, şərhlərdə fikrinizi yazın. Sizcə növbəti videoda hansı ölkənin görünməyən tərəflərini araşdıraq?